Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Yasmal rayonu ərazisində silahlı insident baş verib. Xəbər verilir ki, dünən gecə Bakının Yasmal rayonu ərazisində 2 nəfər güllələnib. Hadisə zamanı 1995-ci il təvəllüdlü şəxslər yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisənin motivləri və təfərrüatları araşdırılır. Faktla bağlı hüquqi mühafizə orqanları tərəfindən istintaq başladılıb. Əlavə məlumat veriləcək. Müğənni Əbdülxalid yeni biznesə başlayıb. Xəbər verilir ki, müğənni yeni restoran açıb. Bu barədə müğənni özü açıqlama verib. Uzun illər kənara çəkildim, onları izlədim. Artıq şükürlər olsun ki, yeni layihələrə start vermişəm. Hələlik isə yeni biznesimlə məşğulam.